Deməli, hal-hazırda Avto Performans buradayıq. Premium avtomobil ayaq altları və aksesuarları. Avtomobilimiz buradadır. Çermed mostundan Keşlə bazarına gedəndədir. Burada Keşlə bazarı, burada Çermed mostudur. Buradan gələndə sol tərəfdədir. Deməli, zəmanət verilir. 12 aylıq zəmanətdir. Gəlin oxuyum. Tez bazar. Zəmanətə nə daxildir? Ayaq altına deformasiya uğrayarsa, çürüyərsə, şişmə baş verərsə, təhvil aldığınız ünvana, yəni bura yaxınlaşırsınız. 1-3 iş gün ərzində aradan qaldırılır. Zəmanət xidməti ödənişsizdir. Zəmanətə daxil deyil. Kəsici və deşici alətlər, zədələmələr, yırtıqlar, kimyəvi maddələrdən yaranan hallar. Nömrəsi də 070 790 89 79. İndi baxaq görək necə olacaq. Dediyim kimi bu reklam xarakterli video deyil. Burada da hər 5-ci dəst ayaq altı alan ev salan ay üçün ayaq altı dəstə hədiyyə. Yəni 5 dənə aldığın 6-cısı hədiyyədir. Qiymətləri bir dənə qısaca olaraq deyim. 50 manatdır salona, 50 manat da bagaja. Ümumilikdə 100 manat. Əgər bagaja da qoyursunuz. Bagaja qoymasanız cəmi 50 manat. İndi baxaq görək nədir. Düzdür, hədiyyə qiyməti olmur. Natiq da bağışda buradan artıq qiymətini öyrəndim. İzləyicilər üçün də ki, birdən kimsə əldə eləmək istəsə yaxınlaşıb buradan alsınlar birbaşa. Variant. Hələ heç maşını sökməmişəm, hələ üstündədir hər şey. Belədir. Qabaqlığa da bir dənə çəkim. Bu da qabaqlar. Dostlar, qabelən içindədir. Deməli 3 cür ayaq altılar var. İran 40 manatdır, məsləhət deyil. Bu Polskidir. Polşanın. Bu 50 manatdır və sonuncu Almaniya istehsalı olan var. O da 75 manat. Buna 1 il zəmanət verirlər. Almaniyaya 2 il verirlər, İrana ümumiyyətlə vermirlər. Belə, məncə səliqəlidir. İndi siz də yazın fikirlərinizi. İnşallah ki başqa məncə hər hansı bir məlumat qalmadı. Mən belə bəyəndim. Sizi bilmirəm, mənim üçün normaldır. Getdik. İndi əlavə məlumat da təqdim eləyəcəm. Əzizlərim. Deməli, endirim tətbiq olunmadı. Yəni söhbət izləyicilərimdən gedir. Nəyə görə səbəbini izah edeyim çox qısa. Əslində bu ilə bağlı çox vaxtı rastlaşmışam. Video kampaniyasını məsəl üçün 1 aylıq istəyirəm eləyim. 1 ay yox, 1 il keçəndən sonra hətta o videonu göstərib gələnlər olur ki, bəs mən bu videoya gəlmişəm, endirimi elə gidən, o yan bu yan. Ona görə də normal qarşıladım. Mən əsas nədir? Kimsə istəsə, yararlanmaq istəsə, yararlansın. Yəni, yenə deyirəm, reklam xarakterli video deyil. Buradan Natiq sənə çox sağ ol, minnətdaram. Natiqin hədiyyəsidir mənə. Çəkib paylaşıram ki, kim istəsə, yararlansın. Hələlik, sağ ol.